Salam uşaqlar, Oyun Klubu kanalına xoş gəlmisiniz. Bugün sizə Oyun Klubu kanalında Minecraftda Survival modda qaldığımız mod nə idi? Survivalda qaldığımız yerdən davam edirik uşaqlar. Survivalda çox dəyişikliklər baş verib. Həddindən artıq yox, amma dəyişikliklər baş verib. Bu dəyişiklikləri sizə göstərəcəm və istəyirsiniz başlayalım bu dəyişikliklərə baxmağa bir. Bildiyiniz kimi evimiz var idi və budur. Gördüyünüz kimi depodur. Baxın, bildiyimiz depodur. Belə eləmişəm. Ev var idi. Sizə evi sürpriz edeyim bir dəqiqə. Bəli uşaqlar. İndi mənim arxa tərəfimdə, yəni belə arxa tərəfdə gözəl yox. Niyə gözəl deyirəm mən ona? Bir ev var. Bilmirəm daha qəşəngdir, pis ona siz qərar verirsiniz. Dönəcəm. 1 2 3. Baxın. Necə olub sizcə ev? Üstünü özüm bağlamadım. Üstü açıq qalacaq. Bilirəm pəncərələr yoxdur. Pəncərələr indi hazır olacaq. İçinə bir girək. Hala hazır deyil içinəsi. Sadəcə belə içindən göstərim. Gördüyünüz kimi belədir. Məncə yaxşı olub evimiz. Bu qədər ev mənə bəsdir. Düzəldəcəm buradan bir-iki dənə bir şey düzəldəcəm. Məsələn, buradan belə bir şey deyə bilərəm ki, çəkəcəm buradan. Baxın, belə çəkə bilərəm. Buradan belə çəkib bunu belə deyib. Bunda bunu da eləyək də. Düzgün olsun. 3 sağa 3 sola daha düzgün olar məncə. Yəni belə eləyəcəm. Balaca bir yer də düzəldəcəm. Baxın. 1 1 2 3. Süm. Buradan keçməyə yer olsun. Burada belə balaca bir şey düzəldəcəm. Burada yatağım olacaq. Yatağım indi oradadır. Oradan götürəcəm. Yəni belə olacaq uşaqlar. Necə olduğunu artıq siz mənə yorumlarda yazıb bildirə bilərsiniz uşaqlar. Necə olduğunu artıq siz özünüz deyərsiniz. Dediyim kimi bir madənə baxaq. Yenə düşək bir baxaq madənə. Gördüyünüz kimi madən də artıq belə olacaq. Belə qalsın və buradan artıq yeni evimizə köçək. Elə balaca ev mənə bəsdir, çox böyük ev lazım deyil. Əslində 2 mərtəbəli eləyəcəkdim, amma alınmadı. Bilirsiniz, Survivalda çox çətindir. Çətinliklə də olsa bu evi qurdum, amma çox çətinliklə. Həddindən artıq çətinliklə uşaqlar. Mən bu evi qurub qurtardım. Bir zombi gəldi. Sonra hələ üstünə bir dənə hörümçək gəldi. Çox çətin oldu. Elə evimi bura qoyacam. Yəni çox çətin oldu mənim üçün deyim, onu sizə deyim də, çox çətin oldu. Yəni asan bilməyin uşaqlar. Bilirsiniz də özünüzdə Survival mod çox çətin moddur. Gücü yoxdur deyirsiniz, pəncərə daha doğrusu. Gedim indi pəncərələri götürüm, qoymuşam orada. Sonra oradan lazım olan şeyləri götürüm. Təzədən qayıdaq və bu evimizə qoyaq. Pəncərələrimizdə 16 dənə pəncərəmiz var. Hələ artıq olmalıdır. Nəysə. İndi buradan lazım olan şeylərin hamısını götürək. Məsələn, bu lazımdır, bu lazımdır. Qapı lazım deyil hələlik. Qapı hələlik lazım yox. Amma qalsın qapı. Məsələn, bunu götürsəm əgər. Burada düzəldəcəm, yoxsa burada. Hə, bax belə bir rəng ala bilirəm. Hə. Sonra bunlar cüzgərlə birləşib 16 dənə. Hə, bildim. Belə bir rəng ala bilirəm. Megayet deyin. Nəysə. Baxın, belə bir rəng ala bilirəm. Hə, yaxşıdır, heç olmaz. Amma bizə indi güzgü lazımdır. 16 dənə güzgü var. Mən bundan götürəcəm. Bu güzgüdən qoyacam da. Artıq bu güzgüdən başlamışamsa nə idi? Başlamışamsa artıq bu güzgüdən gedəcəm. 10 dənə güzgü. 1, 2, 3, 4 çatmayacaq. 1, 2, 3, 4. Hayda, yalnız sağa sola qoyanda əsəbləşirəm də 1 qutardı. Qoyum da onu da o birislərdən qoyaq da nə olacaq ki? O birisi gözcüdən bundan qoyaq. Amma bu da çox balaca olduğuna görə çətin deyə bu da. Öyle qalsın da uşaqlar. Artıq nə edək? Artıq belə balaca evimiz də olsun. Artıq belə çox gözəl davam edəcəyik. Yəni pis heç olmayacaq. Artıq irəliləyəcəyik və 3 dənə lazımdır.
300 dənə çatışmır. Vaxta da baxaq, hə. 300 dənə çatışmır uşaqlar. 300 dənə qoyaq. Əvvəlcədən buradan şey var, götürək. 1, 2, 3. Burada 1, 2, 3. Bunlar da hazır olsun. Qoyaq onları da. Əlbəttə ki, oradan götürdüklərimizi də geyib evimizə qoyaq. Sonra madənə inək, 1-2 dənə qazıntı işləri. Və görək başımıza nələr gələcək. Dediyim kimi uşaqlar, bir dənə zombi üstümə gəldi. Bir dənə də hörümçək. Yəni var imiş. Mən elə bildim yoxda heç amma var. Yatağa necə eləm? Buraya eləyəcəm elə. Crafting table bura. 2 dənə bundan, 1, 2. İçində yoxdur əlbəttə ki. Bir dənə bundan bura, bunu. Şey. Hə. Koydum. Bura boşdur. Hə, 3 dənə də orada ne? 3 dənə hazır olur. Gedim görüm hazırdırsa götürüm onları. Elə axırıncı da qoy axırıncı. Tarif. 3 dənə bura. Gedək bunları da qoyaq. Evimiz tam hazır olsun. Çox çətindir uşaqlar bunu düzəltmək. Həddindən artıq çox çətindir. Yəni əgər tam baxmaq istəyirsinizsə, yəni siz heç nə başa düşmədinizsə, aşağıda bir link olacaq. O linkə basıb gedib o necə, yəni bunu bilirəm ki, özünüz bilirsiniz ki, özüm düzəltmədim. Yəni hardansa baxıb düzəltdim. Baxmaq istəyirsə aşağıda bir link var. Ora basıb gedə bilərsiniz həmin düzəltdiyim şeyə. Nəylə hansına baxıb düzəltmişəmsə onunla olacaq. Dediyim kimi uşaqlar, gözləyirəm sizdən ki, yəni qəşəng olub yoxsa pis olub. Mənə çatdırın fikirlərinizi. Fikirlərinizi çatdırsanız sevinərəm. Fikirləriniz lazımdır mənə. Yəni də fikirlərinizi çatdırın, bilim. Yəni əgər pis eləmişəmsə, yəni harda pis eləmişəmsə deyin. Sonra daha sonra yenə orada düzəldərəm. Yəni deyim, bilim. Səhvimi bilim artıq. Dəqiqə, reyhan, bunu. Hop, dəqiqə. Bunu. Doğrudan bir dəqiqə daşları götürək, dəmir eləyəyik. Çoxlu daş götürüb dəmir eləmək lazımdır, yoxsa bir alınmayacaq. Daşı dəmirə çevirək, sonra rail eləyək, yəni ray. Azərbaycanda nədir? O metro yeri. Yenə bilmirəm. Deməli, burada daşları qoyaq. Çoxlu dəmirlər alınsın. Hava. Deməli, çubuq 1, 2, 3, 4. 1. 3 dənə artıq var. 2, 3. Mənə ən azıba bundan lazımdır. O da redstone istəyir bu da. Qızıl dəmir, of. Çətin tabarıq bundan. Neysə. Biz gedək görək oralarda nə var, nə yox, nə eləmişik, nə eləməmişik. Gedək görək uşaqlar. Redstone tapsam super olur. Mənə ən lazım olan bir dənə redstone, çoxlu redstone lazımdır. Redstone tapım mənə bəsdir. Doğrudan da mənə əsas lazım olan redstone imiş. Burada nəyim var? 2 dənə chest. Buranı bağlamışam. Bildiyiniz kimi açıq edir uşaqlar. Bağlamışam. Açıq olan yerlərin hamısını bağlamışam. Ayda bura bir dənə qatar yolu çəkərəm. Of, gedərəm bir dənə ayda. Dəmir. Redstone. Ancaq redstone istəyirəm başqa nə idi? Redstone istəyirəm başqa işin istəmirəm. İndi qazaq görək redstone çıxar. Bəxtimizə yoxsa yox. Bizdə o baxtardan deyil. Amma redstone çıxsa uşaqlar. Bomba kimi olar ha. Bura hara gedir? Onda biz buradan devam edək.
Uşaqlar, bir də burada bir şey eləmək olur ki, bu daşları elə qazmadan yox, birbaşa tapmaq olur. Elə bir şey düzəltmək olur ki, ondan eləmək olur. Onu eləyəcəm gələn bölümdən. Yəni xəbərinizə çatdırım. Nəysə, qayıdaq arxaya. Nəysə uşaqlar, gördüyünüz kimi evimizi düzəltdik, qəşəng, hər şey yaxşıdır. Dediyim kimi fikirlərinizi yorum aşağıda linkdə bildirə bilərsiniz. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Videoyu bəyəndiyseniz like atmayı unutmayın. Özünüzə çox yaxşı baxın və də oyunsuz qalmayın.